Nisiyə dəftəriniz varmı? Bəli. Nisiyə dəftərinə baxa bilərikmi? Bax, kimlərsə bu pulu görürük də, müğənninin başından tökür, rəqqasənin başından tökür. Bu günlər biz bu pulu Allahın bizə əmr verdiyi yerə xərcləyəcəyik. Biz qeyri-adi bir şey eləmirik əslində. İstəyirik ki, bu məhlət dükanlarının bacardığımız qədər borcunu ödəyək insanların. Salam aleykum. Narahat olmayın. Yoxlama gəlir. Nisiyə dəftəriniz varmı? Bəli, var. Nisiyə dəftərinə baxa bilərikmi? Baxa bilərsiniz. Zəhmət olmasa. Bu bir dəfəlikdir, bu da gündəlik. Bu bir dəfəlikdə bunlar nədir? Bu təxmini burada bir şey soruşum. Araq, siqaret onlarda var. Araq, siqaret az verir. Demək olar ki, az verir. O burada məlumdur. Bəli. Hansılar? Onlar istisna bütün borcu hesablaya bilərsiniz, zəhmət olmasa. Hesablayarıq, bəli. Bir dənə hesablayın da. Birlikdə hesablayaq inşallah. Nədir? Allahın izni ilə bir xeyir iş görmək istəyirik. Çoxdan borcu olan var ki, verə bilmirlər. Yəni araq, siqaret istisna hamısını hesablayın, zəhmət olmasa. Mağazada ümumi Nə qədər 3471 manat. Yəni yenə deyirəm, siqaretdən və spirtli içkidən başqa. Borc 3471 manatdır, bəli. Bir dənə say, zəhmət olmasa. 3400, 3500. Hə, 3500 buradan qaytar. 3400. Gündəlik çörək alanlar var. Bəli, olur. Elə qalanda nədirsə çörək Oldu, çox sağ olun. Demək 18-ci mikrorayonda Ruslan Market. İçki və siqaret istisna. Onların borçları qaldı. Qalan bütün borçları əlhamdülillah bağladıq. Bugünkü gün şükür olsun aləmlərin Rəbbinə. Biz müğənnilərin başına tökmürük, nə bilim oraba. Bu xeyir işlərdir. Rəbbimizin tövsiyə, vacib qoyduğu əməllər var. Əlhamdülillah. Çox sağ Qardaşım, olun. orada qalan da pul var. Onu inşallah gündəlik kim çörək alır, zəhmət olmasa o puldan çıxardacağız. Bir dənə də borc dəftəri götürərik biz. Buyurun. Çox sağ olun. O kağızlar da var idi, balıq. 2 dənə də vərəqimiz var idi. Aha, vərəqimizi də verin. Ha. Çox sağ olun. Buyurun, minnətdaram. sağ olun. Allah sevər. Sağ olun.